Müzeler və xalçı sərgilər getmişəm. O görmüşəm Türkmeni, Anatoli Türk, Fars və Kafkaz'a gedər. O yazıb Caucasian. Biz Kafkaz bu ülke değil, bu millet değil. Yani bu geographical yerdi. Ne için yazmayıp? Kim toxudu? Kimdiler? Layıqdı, olmalıydı, yazmadılar. Bu mənim axtarış başladım ki, bu ən maraqlı xalçaları görməyə mənim üçün Azərbaycan xalçaları. Yani Türklər qəşəngdir, Farslar qəşəngdir, Türkmenistan o da qəşəngdir, amma Azərbaycan həm də qəşəng, həm də maraqlı, enerjiya çoxdur. Abstrakt, geometrik dizayn yaradıblar xalçalarınızda. Ona görə bu böyük effekt düşüb mənə, nastreniya effekt oldu. Ki, eşitdim bu nağıl kimi üçək xalça, mən hiss eləmişəm, Azərbaycan xalça doğrudan üçü bilir bundan. Kozmik, geometrik dizayn çox maraqlıdır, rənglər belə.